Salam dostlar. Bugün deməli biz dərsimiz davam edəcək. Keçən dərsdə biz artıq skriptimizi yazdıq. Bir dəqiqə qoyalım, açaq. Modul 1 adını elə də qoymuşduq, səhv etməmsə. Modul 1 BMP bəli. Və gəlin açaq bizim deməli detallar səhifəsini. Və burada nə edirik dostlar? Gəlin bura deməli bir dənə rektangl əlavə edək. Bunu salım aşağı. Belə olsa yaxşıdır. Və gələk bunun propertisinə. Burada deməli biz seçəcəyik sizlə. Bizə lazımdır deməli. Kolay göstərək hərəkət. Color, background color və əlavə edirik. Deməli əlavə edirik sizlə dostlar, deməli VBS action olsun. Bunun içinə düşdüm. Color. Function color. Tamam, gəlin belə də eləyək. Background, backcolor TR yazaq bunu. Bunu dəyişə bilmirik. Yaxşı olsun belə. Belə TR bərabərdir. Bir dəqiqə gözləyim dostlar, gəlin belə eləyək onda. VBS editor. Bunu açaq. Bizə buradan lazım olacaq. Geri renk. Bu lazım olacaq bizə. Kopya edək. Notepad'a yazaq. Tam geri renk. Buranı bağlayaq. Və qaydaq təzdən bura. Və burada da yazacağıq geri renk belə. Və ondan sonra burada deməli dostlar trigger button olmalıdır bizdə. Deməli onu basırıq. Və burada dostlar biz artıq rənglərimizi əlavə eləməliyik. Ona görə tag seçirik burada. Və taglardan birinci green'dən başlayaq. Green, deməli ok. Bir ədəd də əlavə edirik. Blue, ok. Və red. Və apply eləyək, ok düyməsini basaq və burada da oku basırıq. Bunu bağlayaq dostlar, save eləyək və run verək, baxaq bizdə nə başlayacaq. Burada əslində artıq işləməli idi, bunun backcolor, amma işləmədi. Niyə? Bilmədim. Yaxşı, gəlin stop verək. Yox. Və buradan stop verək. Deməli, gəlin birinci dostlar biz nə eləyək? Deməli, properties. Yesdə saxlayaq. Və bir dənə də biz baxaq sizlə VBS skriptimizə. VBS action. Frame color. Deyəm, yox, burada səhv yazmışam. Biz bura funksiyanı əlavə eləməliyik. Mən də götürmüşəm birbaşa səhv əlavə eləmişəm. Bir dəqiqə qoy. Şeydə yoxlayım. Bizim bu triggerlər yerindədir, düzdür. Tamam.
Bir dənə də start verək, baxaq nə baş verəcək. Save. Bir də yoxlayaq. Yox, heç bir təsiri yoxdur. Dostlar, deməli mən tapdım nədir problem. Birinci VBS editora gəlim. Deməli burada neylədim? Bunu biraz dəyişdim. Deməli funksiyanın adı ilə deməli geri qaydan dəyişən eyni olmalıdır. Belə qoydum bunu. Və bunu save elədim yeni adla. Başqa heç nəyə dəyişməmişəm. Bir dənə bu ikisini dəyişirsiniz. Ondan sonra gəlirsiniz bura. Burada deməli effektlərdə yox, bir dəqiqə. Deməli bu yes-də qalır, Global Shadow. Burada no edirsiniz və Color'a gəlirsiniz. Color'da da yenə VBS Action və bu geri rəngdən bu funksiyanın adını kopya edirsiniz və bir də ki, bunu saxlayırsınız. Gəlin bir də yoxlayayım, tutarım ki, mən özüm qoysam bunu işləyəcək yoxsa yox. Deməli, ok, save, start verək. Yox, baxın, işləmir. Deməli, bizdə funksiyanın adı ilə geri qaytarılan ad eyni olmalıdır. Ona görə qaydırıq bura, background-u seçirik, color, background color, VBS action. Deməli, bunu kopya edirik, copy və bunun yerinə qoyuruq. Paste. Ok. Bağlayaq. Save edək, start verək. Və artıq bizdə işləməlidir. Bəli, rəng dəyişir. Buna verək startı. Biraz da dəyişdi və buna verək tam fərqli bir rəng oldu. Azaltacaqla baş verəcək. Belə dostlar, bugünkü dərsdə bu qədər. Biraz çox çəkdi məndə, biraz səhvlərimiz var idi. Eybi yoxdur, əsas düzəltdik. Dedizlərdən deməli, burada yerdən göstərim. VBS editorda. Bunu da üstündə işləyə bilərsiniz, amma təzəni yaratmadım, sadəcə save elədim. Dəyişənin adı əsas funksiya geri qaytarma ilə funksiyanın adı eyni olmalıdır. Bir də ki buradan stop verim. Və burada da effektlərdə shadow saxlayırsınız və color'da da background color'da VBS action'da burada da eyni cür qaytaran value'nun adı ilə funksiyanın adı eyni düşməlidir və buradan bu funksiyanı kopya edirsiniz bura və belə. Çox sağ olun dostlar, təşəkkür edirəm hamınıza. Kanala abunə olmağı yaddan çıxartmayın və videonu bəyəndinizsə like qoyun.